Və ilk olaraq mükəmməl əməliyyatlarla bağlı mövzunu təqdim eləmək üçün səhnəyə Əsəd bəyi dəvət edirəm. Əsəd bəy, buyurun. Sizin alqışlarınızla yenə. Çox sağ olun. Buyurun. Hər birinizi xoş gördük. Sizləri burada görmək çox xoşdur. Azad bəyə də çox təşəkkür edirəm geniş təqdimat üçün. Bugün biz sizlərlə uğurlu şirkətlərin sirlərindən danışmaq istəyirik və bu uğurlu şirkətlər necə olub ki, uğura qədəm qoyublar, uğurlu işlər görürlər, bu barədə danışmaq istəyirik. Xüsusən də o şirkətlər ki, çox funksional və çox profilli şirkətlərdir və bu şirkətlərin uğuru bizlər üçün çox sual altındadır ki, dünyanın böyük konglomeratları olsun, çox profilli şirkətlər olsun, bunlar bunu necə idarə edirlər və necə belə uğurlu ola bilirlər. Bu mövzuya niyə toxunduq? Çünki biz ötən il şirkət olaraq çox böyüdük və 15 şirkəti bizim çətir altında birləşdirmək qərarı aldıq. Ölkənin ən böyük kənd təsərrüfatı və qida şirkətləri bizim idarə elədiyimiz şirkətin altında birləşdi. Və bu anda ilk aylar çox xaotik bir vəziyyət yarandı. Niyə? Çünki bu şirkətlərin hərəsi bir profildə idi. Biri yem sektorundaydı, biri un sektorundaydı, digəri heyvandarlıq sektorundaydı, başqa biri tam ayrı bir sektor idi. O birisi də pərakəndə sektorundaydı. Və başlanğıcda biz çox ciddi problemlər yaşamağa başladıq. Bu problemlər nədən ibarət idi? Hər şey xaotik idi. Bütün planlar, bütün satışlar, bütün əməliyyatlar xaotik gedirdi və nəticədə biz çox böyük əziyyətlər çəkirdik. Bu anda nə edə biləcəyimizə nəzər yetirdilər. Strategiyanı təzədən nəzərdən keçirdikdə ki, bizim strategiyada nəzərə almadığımız və yaxud da nəzərə alıb tətbiq eləmədiyimiz nədir ki, biz bu xaotik vəziyyətin içindəyik. O anda bizim qarşımıza çıxan point S&OP, yəni satış və əməliyyatların planlaşdırılmasındakı mükəmməllik məsələsi ortaya çıxdı. S&OP nədir? Buradan başlamaq istəyirik və davamında bunun alt bölmələrinə inəcəyik. S&OP şirkətin qeyd olunduğu kimi satış, marketinq, istehsal, təchizat zənciri və maliyyə komandalarının bir arada işləməsi üçün istifadə olunan prosesdir. Proses quruculuğudur. Buradan ilk öncə başlasaq təyinat nöqtəmizi və bu bizə nə verir desək, bu bizə tələb və təklifin balansının formalaşdırılmasına, eyni zamanda resursların səmərəli istifadəsinə, ən sonuncu və ən önəmlərindən biri isə müştəri məmnuniyyətinin qorunmasına gətirib çıxardır. Necə? Onu mən növbəti slaydlarda sizə göstərməyə çalışacağam və bunu necə eləməliyik biz? S&OP dedikdə, yəni satış və əməliyyatların planlaşdırılması dedikdə 3 ana təməldən, 3 ana alətdən biz danışmalıyıq. Bu, birinci, inteqrasiya olunmuş, mərkəzləşdirilmiş komanda quruculuğu, ikinci, proqnozlaşdırılma və tələb idarə olunması, üçüncü isə performans indikatorlarının, yəni bizim KPI dediyimiz indikatorların qoyulmasından gedir. Hər bir barəsində sizə məlumat verəcəm, daha detallı izah olunması üçün. Amma burada bunu deməliyəm ki, bu 3 alətin üçü də data analizi və texnologiya alətlərinin üzərində qurulmalıdır. Yəni bu kör-körənə deyil, xaotik deyil, sistemli, prosedur əsasında və elektronlaşdırılmış, digitallaşdırılmış olmalıdır. Bu danışdığımız 3 alət barəsində sizə məlumat verirsək, inteqrasiya edilmiş komanda nə deməkdir? İlk öncə bizim etməli olduğumuz məsələ adını sadaladığımız hər bir funksiyadan və daha əlavə funksiyadan, yəni satış, marketinq, təchizat, maliyyə, hüquq ola bilər, sizə lazım olan. Bunlardan bir mərkəzi komanda quruculuğundan başlayırsınız işə. Bu
Əcəl komandalarda buna məhsul sahibləri deyirlər, başqa adlar deyirlər. Siz necə istəsəz səsləndirə bilərsiniz. Bu məhsul sahibləri o prosesi idarə edən şəxslər olur. Və bu digər növbəti addımları, prosesləri bir araya gətirən şəxslər olur. Nə demək istəyirik? Məsələn, şirkətin əgər növbəti ay sifarişləri, satışları planlaşdırılıbsa, bu planlaşdırılanı gətirən şəxs təchizat olur. Yəni, onun nə qədər bu məhsulun istehsalı üçün nə qədər xam mala ehtiyac olduğu prosesini sizə təchizat komandası gətirir. Daha sonra bunun maliyyə axınının necə olacağını maliyyə komandası gətirir. Marketing bunu necə bazara çıxardacağını ortaya qoyur və ən sonda satış bunların nəticəsində bunun necə bazarda təqdim edəcəyini və necə satacağını ortaya qoyur. Bu komanda üzvləri bir araya gələrək sizin mərkəzi inteqrasiya olunmuş komandanız halına çevrilir və nəticədə effektiv bir sistemə çevrilir. Və bunu siz necə idarə edirsiniz? Əlbəttə ki, yenə dediyimiz kimi, kör-körənə deyil, hər hansı sistemli bir iş, ya ERP üzərindən, bu ADNS ola bilər, SAP ola bilər və yaxud da digər bir ERP sistem və ya CRM sistemlər üzərindən bəyəqlər Rüfət bəyin çıxışında geniş bu barədə eşitdiniz. Bu alətlər, texnoloji alətlər üzərindən siz onu izləyə bilirsiniz. Daha sonra bizə nə lazımdır? Əlbəttə ki, proqnozlaşdırma və tələbin idarə edilməsi. Bu çox önəmli bir məsələdir ki, sizin işinizin uğuru buradan başlayır. Sizin proqnozların nə qədər doğru olmasından. Bunun üçün siz nə etməlisiniz? Əlbəttə ki, tarixi satışlara baxaraq, tarixi alışlara baxaraq və cari bazar vəziyyətini analiz edərək bunu bir netləşdirmək lazımdır ki, sizin tələbiniz nədən ibarətdir? Və ikinci də əlavə olaraq da müştərinin ekstra tələblərini nəzərə almaq lazımdır ki, sizdə proqnozlaşdırma və tələbin idarə edilməsi yüksək səviyyədə həyata keçsin. Çünki o komandanın işi nə qədər uğurlu olması, inteqrə olunmuş komandanın nə qədər uğurlu olması bundan çox bundan asılıdır. Və üçüncü alətdir tanışdığımız, bu həmin komandaya performans indikatorlarının, KPI-lərin qoyulmasından gedir. Siz əgər bu addımı atlasaz, işin effektivliyində problem yaşaya biləcəksiniz. Niyə? Çünki bir müddətdən sonra, əgər bu komanda effektiv şəkildə işləməsə və yaxud da bunu özünə artıq bir iş yükümü kimi görməyə başlasa, o zaman effektivlik sürətlə aşağı düşməyə başlayır. Siz bu anda həmin komanda üzvlərinə və həmin komandaya bir KPI-lər qoymalısınız. Bu, istər satış performansına uyğun olsun, istər əməliyyat performansına, istər də digər təkmilləşmə işlərinə uyğun olan bir KPI-lər ola bilər. Bu mütləq qoyulmalıdır. Məsələn, bu komandaya bir KPI qoyursunuz ki, sizin bu andan etibarən xam malın təchizat edilməsinin müddətini 10% aşağı salacaqsınız. Sizin KPI-lərdən biri budur. Yəni, indiyə qədər əgər siz 45 gün ərzində X bir xam mala gətirib çatdırırdısa, bu bundan sonra 40 gün və daha aşağı müddətdə baş verməlidir. Və ya satış performansına uyğun KPI-nin qoyulması ki, indiyə qədər sizin gəlirliyiniz X bir məbləğ idi. Bundan sonra 5% artırılması ilə, marjanın 10% artırılması ilə bunun satışını həyata keçirilməsi. O komanda bu KPI-yi qəbul etməlidir və nəticədə ona hədəf kimi görüb getməlidir. Və qrup şəklində işlədiklərinə görə onlar öz daxillərində bunu çox yaxşı biləcəklər ki, hardan kəsməklə, hardan daha effektiv işləməklə o KPI-yə gətirib çatacaqlar. Və bu qrupun daha da bir-birinə o sıx, Türkçədə demişəm, kinetlənməsinə və daha yaxşı işləməsinə gətirib çıxardacaqlar. Bu bizə nə verir? Sual olacaq ki, bunun faydası nədir? S&OP layihəsinin faydası nədir? Şirkətlər bundan necə faydalanır? İlk növbədə restoranın optimal idarə edilməsina deməliyik. Restoranın optimal idarə edilməsi dedikdə, bu təkcə xam maldan və digər resurslardan yox, həmçinin insan resurslarından biz burada danışırıq. Bu komanda effektiv işləyəcəyi təqdirdə, xaotik vəziyyət olmadığına görə, iş yükü də planlı şəkildə həyata keçdiyinə görə,
əlavə resurslara ehtiyac olmur və yaxud da əlavə indiyə qədər şirkətdə olan və prosta ad olsun deyə olan vakansiyalara ehtiyac olmur. Bu, hər kəsin özünə iş yükü olur və bunu mənimsəyir deyə və o komanda bir-birinin boşluğunu bağlayır deyə resurslardan səmərəli istifadə etmək mümkün olur burada. İkinci, strateji qərar qəbuluna dəstəkdə çox önəmlidir. Belə ki, hər hansı bir pandemiya ola bilər və yaxud da force majeure halında sizin bu komandanın düzgün işləməyi o tipli force majeure halların qarşısında daha yaxşı tab gətirə bilir. Vaxtında planlaşdırma ilə, vaxtında satışın həyata keçirilməsi ilə. Misal çəkə bilərəm sizə ki, məsələn, ötən ilin may ayında bu komandanın bizə verdiyi xeyirlərdən biri o idi ki, onlar bazar analizlərinə və proqnozlara əsasən bizə vaxtında bir siqnal ötürdülər ki, bazarın vəziyyəti dəyişkən olacaq və növbəti aydan etibarən X bir məhsulun qiyməti 30% və daha yuxarı miqdarda düşəcəyi gözlənilir. Buna görə bu an üçün bizim məhsulun maksimum satılmasına ehtiyac var. Biz onları dinləyərək, onların bu konsörndən qəbul edərək, o anda maksimize elədiyi satışları və nəticədə həqiqətən də növbəti ay 30% yox, 50% qədər məhsulun qiymətində dəyişkənliyi baş verdi və bizim rəqiblər bundan çox-çox zərərlər görsə də biz buradan heç bir zərər görmədən çıxa bildik. Və bunun nəticəsində dediyim rəqabət üstünlüyü ortaya çıxa bilir. Sizin rəqiblərinizdə bu yoxdur, belə bir komanda yoxdur, belə bir proses quruculuğu yoxdur. Əgər sizdə varsa, sizdə daha planlı getdiyinə görə siz hər zaman rəqiblərinizdən bazar şəraitində fərqlənirsiniz, daha uğurlu ola bilirsiniz. Və ən sonunda da əlbəttə ki, müştəri məmnuniyyəti məsələsi ki, siz vaxtında müştərini təmin etdiyinizə görə, onları razı saldığınıza görə müştəri məmnuniyyəti hər zaman yüksək olur. Biz ilin sonunda bir sorğu keçirdik, müştəri sorğusu. Müştəri məmnuniyyəti 96% idi. Və bu 75%lərdən 96%-ə qədər yüksəlmişdi. Bir il ərzində gözlə görülən qədər bir irəliləyiş baş vermişdi. Niyə? Çünki biz müştərini heç vaxt yox deməmişik, hər zaman istədiyi məhsulu çatdırmışıq, istənilən keyfiyyətdə çatdırmışıq və buna görə də müştəri bizdən çox məmnun olduğuna görə rəqiblərdən hətta bizə müştəri axını baş verib. Sonda xülasə edəsək buna, dedik ki, S&OP, yəni satış və əməliyyatların planlaşdırılması, strateji yanaşma ilə satış və əməliyyatlar arasında köprü rolunu oynayacaq. Onların bir-birinə mükəmməl işləməsinə, onların bir-birinə mükəmməl inteqrasiyasına gətirib çıxaracaq. 2. Müştəri məmnuniyyəti, resurslardan effektiv istifadə və rəqabət üstünlüyü əldə olunacaq. 3-cü isə əlbəttə ki, rəqəmsal həllər və davamlı təkmilləşmə ilə mükəmməllik nail olma mümkün olacaq və burada ən sonunda mən bir neçə rəqəm səsləndirmək istəyirəm ki, biz nə əldə etdik? Yəni, Agrodeyr qrup bu S&OP-dən nə əldə etdi? Orada bir neçə rəqəmlə əsaslandırmaq istəyərəm. Bizim satış gəlirliyimiz, revenue'muz 15% artdı bir il ərzində. 2. Bizim əməliyyat effektivliyimiz 30%-dan çox artdı. Əməliyyat effektivliyimiz dedikdə nəyə nəzərdə tuturuq? Bayaq qeyd etdiyimiz xam mal alışlarında 30% daha qısa müddətli alışları həyata keçirdik. Müştəriyə təchizatlarda 30% daha çox sürətli hərəkət edə bildik və digər məsələlərdə. Və 3-cü, bizim əməliyyat gəlirliyimizin marjası 45%-ə qədər artdı. Əməliyyat gəlirliyimizin marjasından söz edirəm. Bu çox böyük miqdardır bir il üçün. Nəticədə şirkət qazandı, şirkət çox yaxşı mənfəət əldə etdi və şirkət bunu xaotik olaraq yox, hər şey planlı, proqramlı, prosedur əsasında həyata keçirərək elədi. Bu da bizim nəticəmiz idi. Ona görə bugün sizlərlə bunu da bölüşmək istəyirəm. Çünki düşünürəm ki, böyük şirkətlərdə bunu eləmək bir qədər çətindir və yolun yarısından başlamaq deməkdir. Ona görə nəticələr 30-40%-lərdə qala bilər, amma kiçik və orta sahibkarlarda bunu vaxtında eləmək, əvvəlcədən eləmək sizin əməliyyat gəlirliyinizi və ümumilikdə marjanızı 100%-ə qədər təsir göstərə bilər. Ona görə paylaşmaqda bir fayda gördük. Çox sağ olun. Bu qədər.
Təşəkkürlər, təşəkkürlər Əsəd bəy, çox sağ olun. Təşəkkürlər. Elə o barədə sual verəcəkdim Əsəd bəy. Adətən indi sizin danışdığınız case çox böyük bir şirkət, böyük əməliyyat prosesləri nümunəsində idi. Bəs şirkətlər hələ kiçik olanda, yeni yarananda adətən əməliyyatlar belə başlayırdı. Yəni müştəri nə istəyirsə, necə istəyirsə ona əsasən əməliyyatlar qurulur. Çox çevik də dəyişilə bilər o proseslər. Bəs şirkət nə vaxt artıq bu əməliyyatların təkmilləşdirilməsi, proseslərin təkmilləşdirilməsi, optimallaşdırılmasının üzərində ciddi düşünməlidir və yaxud da ki, hansı siqnallar bizə bunu deməlidir ki, sən mütləq hələ satışı bir qırağa qoyub və yaxud da ki, satışı gücləndirmək tərəfi yox, keçməlisən əməliyyat tərəfi gücləndirmək ki, sonra daha rahat satışlarını eləyəsən. Bunun əlamətləri nədir? Çox sağ olun Azad bəy, suala görə doğru sualdır. Bu nə vaxt başlamalıdır? İki halda bu baş verir. Bir, siz artıq bu problemlə üzləşəndə başlayırsınız bunu eləmək. Necə ki, biz elədik. Bu xaotik vəziyyətin ilk yarandığı siqnallar baş verəndə, sizin xam malınız gedişəndə, sizin müştəriyə təslimatınız gedişəndə, sizin şeflərdə olan məhsulunuz bitəndə, hansı ki, bitməməlidir, daim təchiz olunmalıdır. Amma görürsünüz ki, neçənci dəfədir supermarketdən sizə siqnal gəlir ki, siz vaxtında təchiz eləmirsiniz. Bu hallarda başlanılır bu proses. Böyük şirkətlərdə daha çox belə olur. Əvvəlcədən proses düzgün qurulmayıbsa, bu zaman sizin əldə etdiyiniz mənfəətli və qazanclar da bir o qədər yüksək olmur. Dediyim kimi, limitlənir. Mənim üçün ən doğrusu, nə vaxt başlanmalıdır bu proses və sizin sualınıza cavab olaraq, şirkətlər ilk qurulmağa başlayanda və şirkətlər, belə deyim ki, yavaş-yavaş bir pillər qabağa bilir ki, artıq növbəti rübdə, növbəti ildə mən 2 qat böyüyəcəm, 3 qat böyüyəcəm. Bu proseslər olanda artıq onun quruculuğu baş verərsə, mən əminliklə deyə bilərəm ki, 2 qat və daha artıq miqdarlarda mənfəət əldə oluna bilir, gəlirli və effektivli əldə olunur. Və ona görə ilk şey odur ki, nə vaxt ki mindset, düşüncə tərzi dəyişir, nə vaxt ki sən artıq hiss edirsən ki, mən böyüyürəm, o anda bunun qurulması daha effektivdir. Nəinki sonradan qurulur. Sonradan qurulan hər bir əməliyyatda müəyyən boşluqlar olur. Sütunlar kimi görün siz bunu. 4 sütunun 4-ünü eyni vaxtda qoyanda ya qoya bilmirsiniz, ya da uzun müddət alır. Amma siz bunu vaxtında qura-qura getdiyiniz zaman o üstündəki bina sağlam olur və hər zaman o sizə eyni effekti verir. Mənim düşüncəmdən bu böyümə fazasında, kiçik və orta sahibçi, kiçikdən ortaya keçəndə, ortadan böyüyə keçəndə bu fazalarda sahibkarlıq bunu edəsə daha böyük fayda əldə edəcək. Əla. Çox təşəkkürlər Əsəd bəy. Təşəkkürlər. Çox sağ olun.